Herkese salam. Kanalıma ve yeni videoma hoş gəlmisiniz. Uzun müddətdir buralarda yoxam. Səbəbi də çox bəllidir. Çünkü son paylaşdığım videoda zaten demiştim ki 29 həftəlik erken doğum elədim. Uşaqlar küvezdə olduqları üçün heç keyfim yox idi video çəkib paylaşmağa. Yəqin ki bir çoxunuz məni başa düşərsiniz, empati qura bilərsiniz. Hətta bu bəbək arabasını da çəkməyəcəkdim. Ramin dedi ki çək, qoy qalsın. Video çəkməyə başlayanda bunu da onun içinə kaydedersən, sonra peşman olarsan ki niyə çəkmədim. Yaxşı ki onun dediyini elədim, çəkdim. Bu arada bu bəbək arabasını biz daha uşaqlar doğulmadan önce seçmişdik, almamışdıq. Amma gedib bütün əkiz bəbək arabalarına baxmışdıq ki, hangisi çox yüngüldürsə onlardan birini seçək. Ona görə ki, uşaqlar 2 dənədir, məlum böyüyəcəklər, ağırlaşacaqlar. Mənə də çox yüngül bəbək arabası lazımdır. Belə ağırlarından istifadə eləyə bilməzdim. Çünki özüm də lazım olanda tək çölə çıxa bilim. Elə bir araba seçməm lazım idi. Anam sağ olsun, bunu anam aldı mənim üçün. Hətta bəbək arabasını açmadan bir neçə gün qıraqda gözlətdi ki, Ramin daha doğrusu gözlətdi ki, mənim keyfim olsun. O açanda mən də videoyu çəkim və çəkdim. Yaxşı ki çəkmişəm. Çox məmnun qalacağımı düşündüyüm bir bəbək arabasıdır. İnşallah xeyirlisi ilə istifadəsini də Allah nəsib eləyər. Bu gördüğünüz görüntüdə də biz xəstəxanadayıq, uşaqları görməyə getmişik. Hətta səhər yeməyi belə yeməmişdim. Orada bizi biraz gözlətdilər. Gözlətdiklərinə görə də aşağıda kafe var idi. Orada bir çayla şirniyyat yedik. Və üzümün halından bəllidir ki heç keyfim yoxdur. Hatırım. Oha! Bunun hamısını zalınızla uzattınız. Ay çok qəşəng oldu. Bayıldım. Tək hamısını yapıştırdım. Ay. Bayıldım. Vay dedem ne kadar çeşitli. Videonun başlığından da anladığınız kimi bu bir təmizlik videosudur əslində. Çünki belə deyim sizə, xəstəxanaya o qədər əlaqəsiz və hazırlıqsız getdim ki, hər şey ortalıqda qaldı. Bacım bir sürü bacımın qızından qalan əşyalar vardı. Onlar vermişdi. Onları yuyub təmizləyib yığışdırmalıydım. Onlar ortalıqdaydı. Maalesef hər şey üst-üstə gəldi. Ramin iş yerini də bağlamaq zorunda qaldı. Çünki heç bir şəkildə işlədə bilmədik. Belə qismət imiş. Ona görə onun əşyaları da indi bəzi orada əşyalar var. İş yerini təhvil verdikdən sonra onlar da gəliblər. Onlar da ortalıqdadır. Bu gördüyünüz videonu təxminən doğumdan 30 gün falan sonra, hələ 40'ım çıxmamışdı, çəkmişəm. Ara kısa videolar çəkdim ki, en azından birləşdirib sonradan paylaşaram. Əslində bu təmizlik videosu da deyil. Tam təmizlik. Buna girişməyimin ən böyük səbəbləri, belə deyim sizə. Buna girişməyimin ən böyük səbəblərindən biri kafamı toplamaq idi. Yəni həm evi topluyordum, evi toplaya beynimin içini də topluyordum. Çünki çox depressiv vəziyyətdə idim. Məlumdur, yəni uşaqlar küvezdə olduqları üçün bu gayet normal bir şeydir və bilirəm ki, bir çox ana, bunu izləyən bir çox qadın məni başa düşəcək bu barədə. Ona görə heç də yaxşı değildim, çox depressiv idim. Heç nə içimdən eləmək gəlmirdi, amma özümə dedim ki, Arzu dur ayağa, ortalığı toplamaya başla. Sən ortalığı toplamaya başla ki, uşaqlar da gələcəklər, bundan əmin ola bilərsən. Yəni tezliklə qucağına alacaqsan inşallah.
Yəni düşünün, uşaqlar dünyaya gəlib və siz onu heç qucağınıza almamısınız. Sadəcə həftədə bir dəfə görmə haqqına sahibsiz. Gedirəm, uşaqları görürəm, bir dəfə gəlirəm və o gördüyümlə yaşayıram. Belə deyim sizə. Düzdür, uşaqların çox şükür sağlığında heç bir belə böyük bir problem yaşamadıq, Allaha çox şükür. Amma yenə də olsun, insanın içi yanır, elə deyim sizə. Yəni o boyda gözlə, amma sonra da uşaqları qucağına alma, əli boş xəstəxanadan gəl. İnsanın yəni içi başqa cür yanır. Onu deyə bilərəm sizə. Bu arada yəni oturub burada şeyləri ayırıram hətta. Bunu nə ayırırsan desəniz, botlar da ayırıram. Ən sevdiyim işdir. Atamın da bütün belə əşyalarına mən nəzarət eləyərdim. Çox sevirəm bu işi. Sonradan Kərim də mənə qatılır, hətta mənə kömək eləmək üçün. Bayağı toparlayırıq burada. Nəysə, hamam bu arada hamamım o qədər bərbad vəziyyətdə idi və şkafların yerini acil dəyişdirmək istəyirdim. Çünki bu vəziyyətdə işlədə bilmirdim. Gördüyünüz o şüşəli tərəfdəki şkafın qapısı çox tərsinə açılırdı deyənə. Onun içindən heç nə götürüb qoymaq mümkün değildi. Ona görə də bütün əşyaları boşaldıb dərindən hamamı təmizləyib o şkafların da yerini dəyişirəm. Bu arada bu videoda böyük ehtimalla anam izləyəcək. Anama səslənirəm. Ana qorxma, bu şkaflar ağır deyil. İçini boşaltmışam, sonra yerlərini dəyişdirmişəm. Çünki anam hələ də icazə vermir ki, ağır nəsə götürüm. Yəni ağır deyildilər, onu demək istəyirəm. Əslində Ramin evdədir. Burada Ramin də çağıra bilərəm. Amma belə deyim sizə, o qədər mənə yaxşı gəldi ki, belə başımı qatıb evi belə dərindən təmizləmək, sanki beynimin içini təmizləyirdim. Nəysə, bunların hamısını yaxşı təmizlədim. Bayağı da bir şey çıxdı, atılacaq. Yəni həqiqətən də evdə bir çox mənasız əşya yığılıbmış. Oralar toz, torpaq püskündə idi. Çünki evə hamilə qaldığımdan bəri, yəni bu qədər dərindən əl gəzdirmirdim. Əl gəzdirməməm də məlumdur. Yəni hətta indi düşünürəm ki, çaşqı ümumiyyətcə heç nə eləməsəydim, bütün gün otursaydım ki, yəni bəlkə doğumum tez olmazdı. Yəni suyumun belə tez gəlməyini heç vaxt gözləmirdik. Bu arada açılış olmadı məndə, sadəcə suyum gəldi boş-boşuna və qabağını ala bilmədilər. Doğum gerçəkləşdi, yəni sezaryen oldum. Yəni məcburi bir şəraitdə. Qabağını almaya çalışdılar, amma ala bilmədilər. Xəstəxanada hətta xəbərləri üst-üstə çox pis xəbərlər aldıq. Necə xəbərlər aldıq? İndi biz Türkiyədə yaşadığımız üçün və burada yad olduğumuz üçün, yəni yabancı sayılırıq biz burada. Yabancı sayıldığımız üçün də əvvəl mənim doğumum üçün 60.000 TL istədilər. Ondan sonra bir ona şey olduq ki, 60.000 TL çox böyük puldur bizim üçün. Sonra biz Türk soylu sayıldığımız üçün endirim olundu və o doğuş otomatik olaraq bayağı qiyməti uyguna düşdü. Yəni müalicəmlə, zadımla, hər şeyimlə, acilə girməyimlə bir yerdə 15.000-ə başa gəldi. Ondan sonra da uşaqları küvəzə aldılar. Uşaqları küvəzə almaq üçün də bizə dedilər ki, uşağın hər biri üçün gününə dərmanlarsız, yəni müdaxilə eləsələr, əlavə dərman işlətsələr, onlar da əlavə olunacaq. Onlarsız sadəcə uşağın küvəzdə yatmağa günü 25.000 TL hər uşağa. Yəni hər uşağın günü 50.000 TL yazıb və mənə dedilər ki, 29 həftəli doğulan uşaqlardır. Bu uşaqlar ən az 5-6 həftə burada yatacaqlar və gerisini siz düşünün. 5-6 həftə demək 35 gün deməkdir. 35 gündən çox hər günü 50.000-dən vurun, görün hara gəlir. Hardasa 1 milyon yarım falan pul eləyirdi və bu həqiqətən çox böyük puldur. Bir ev puludur yəni. Və bunun öhdəsindən də mən inanmıram ki, kimsə gələ bilsin. Yəni evim falan olmalıdır ki, qıraqda satım, onun pulunu ödəyim, yəni elə deyim sizə. Nəysə, onun üçün də ayrı bir, yəni doğmağıma, erkən doğmağıma üzülüm. Bu qədər uşaqlara pul verilmə istənilməsinə mi üzülüm, bilə bilmədim yəni. Elə deyim sizə. Ona görə mənim üçün o qədər pis
günlər idi ardı-ardı, o qədər depressiv idim. Yəni o qədər pis idim ki, yəni heç kimlə danışmırdım, heç kimin telefonunu demək olar açmadım. Bu süreçdə tamamen özümə qapandım. Yəni lohusa kafası siz düşünün artıq hər şey ekstra mənə daha da heç həll olunmayacaqmış kimi gəlir. Normalda o qədər pessimist bir insan deyiləm. Tam tərsi, çox belə həyata yaxşı tərəfdən baxmağa çalışan bir insanam. Amma bunları üst-üstə gəlməyi və lohusa kafası ilə deyirəm də kafayı yeyirdim, yəni belə deyim sizə. Sonra çox şükür uşaqların sənədləri falan yavaş-yavaş hamısını hazırlamaya başladıq. O da çox uzun bir sürəc idi. Yəni asan deyil. Xaricdə yaşaya-yaşaya sənəd hazırlamaq, buradan Azərbaycana sənədləri göndər, oradan gəlsinlər, bura sənədlər çox uzun bir sürədir yəni. Bir 3-4 həftə ona vaxtımız getdi. Ondan sonra Ramin sığortası var. Uşaqlar da o sığortaya daxil elədi və uşaqların pulunun bir qismi otomatik sığortalanıb, bir qismi üçün də sığortaya məktub yazılıb və ondan cavab gözləyirik. Hələ cavabı gəlməyib. Amma yəni bu süreci bir şəkildə atlatmağa başladıq, belə deyim sizə. Bu arada burada bu videonu çəkəndə heç bir hazırlıq hələ də eləməmişdim. Yəni uşaqlar xəstəxanadaydı. Nə alış-verişə getmişəm, nə uşaqlara əşya almışam, yəni paltar zat heç nə almamışam. Burada sadəcə başladım sifariş verməyə. Uşaqlar bir sürü kargo gəlirdi təbii ki evə. Amma kargoların demək olar heç birini çəkməmişəm. Çəkdiyim kargolar var, çox azdı. Onları da bu videoya daxil eləmədim. Çünki yəni short kimi çəkmişdim, güya bəlkə short kimi paylaşaram. Düşünün, yəni çəkməyə başladım, amma axıra qədər çəkmədim. Bu arada burada şkaf yerləşmir. Bu bir tərəfə çəkdiyimdə yerləşmədiyinə görə şkafın bir tərəfində kantlar var. Onu kəsib sındırıram. Altdakını sındıra bilməyəcəm. İndi Ramin mənə köməyə gələcək. Nəysə, bütün təxmini başımıza gələn sürəci sizə danışmış oldum. Hələ davam edən bir sürəcimiz var. İnşallah hər şey yaxşı olar. Ümidim o yöndədir. Mən sadəcə burada evi təmizləyərək beynimin içini də təmizləməyə çalışdım. Psixologiyada da bunun bir qarşılığı var. Hətta deyirlər ki, bir insanın beyni nə qədər doludursa, onun evi də o qədər dağınıq olur genəldə. Mən də burada o beynimin doluluğunu rahatlatmaya çalışdım, elə deyim sizə. Şkaflarımın içini, otağımın zadını, hər yeri qəşəngcə dibdən təmizlədim. Amma bəzi şeyləri məsələn burada qoymamışam. Xalçalarımı falan sərdim, elədim. Onları çəkməmişəm. Bəzi şeyləri çəkməmişəm, hətta unutmuşam çəkməyi, belə deyim. Amma hər şeyi dibdən təmizlədim. Yəni uşaqların gəlməyi üçün hər şeyi təmizləmiş oldum. Belə bu videoyu izləməyə davam eləyin. Bu video davam eləyir. Sizə iyi seyirlər. İnşallah videomu bəyənərsiniz. Bəyəndiyiniz bir video olar. Artıq belə də deyim, ola bilər çəkiliş sizə çox də gələ bilər, maraqsız da gələ bilər bəlkə. Ona da bir şey deyə bilmərəm. Çünki kameranın yerini heç dəyişdirməmişəm. Belə deyim, hətta iş görəndə, yəni videonu çəkmək belə fikrim yox idi. Sonradan qərar verdim ki, Arzu, bu işi görürsənsə kameranı yerləşdir bir kənara, ən azından kənardan yavaş-yavaş çəksin, sənin üçün nə fərqi var. Yəni inşallah bəyənərsiniz. Normalda yəni təmizlik videosu çəkəndə kameranı tək açıdan çəkməməyə çalışıram, amma burada belə deyim sizə, kafamı kameraya verəcək heç halım yoxdur. Çünki hətta qulağımda da naşnik var bu işi görə. Telefonu sadəcə kameranı oraya taxdım, telefonu oraya taxdım, kamerasını açdım və başladım iş görməyə. Heç telefona baxmadım ki, necə düşürəm, necə çəkiliş çəkilir. Yəni bunlara heç baxmadım. Sadəcə qıraqdan çəkməyə davam elədim. Bu arada sizə bayaqki videoda o qabı açıram, içindən şokoladlar çıxır. Onları demədim nədir. Orada xəstəxanadan təzə gəlmişəm. Xəstəxanadan təzə gəldiyim bir vaxtı, yəni təmizlik elədiyim vaxt bayağı
Bu indi gördüyünüz təmizlik elədiyim vaxt xəstəxanadan gəldiyimin üstündən ən az 20 gündən 20-25 gün keçib bəlkə də. Amma o gördüyünüz video isə 3-4 gündür xəstəxanadan gəlmişəm. Təbii ki, heç keyfim yoxdur. Ramil sağ olsun, mənim keyfimi açmaq üçün mənə çox gözəl bir sürpriz hazırlamışdı. Yəni bunun mənəvi dəyəri o qədər yüksək idi ki, mən sizə yəni anlata bilmərəm, elə deyim sizə. Yəni mənə gedib qızıl alsaydı, bahalı əşya alsaydı, bahalı hədiyyə alsaydı heç bu qədər dəyərli olmazdı. O qutunu tək-tək özünün kəsməyi, üstünü rəngli kağıza yapışdırmayı, mənim sevdiyim şokoladları alıb üstünə tək-tək onları yapışdırma o qədər gözəl bir incə davranış idi ki mənim üçün. Yəni dünyada bunun bir qarşılığı mənim üçün bu dəqiqə ola bilməz, belə deyim sizə. Nəysə, İnşallah videomu yenə deyirəm, bəyənərsiniz, bəyəndiyiniz bir video olar. Sizə iyi seyirlər, izləməyə davam edin.